Ümid eləyirəm səsim aydın gəlir. Artıq başlayaq, çox gecikmədən iştirakçılarımız qoşulub. Xeyr olsun. Hörmətli Subra xanım, hörmətli təlim iştirakçıları. Bəli, səsiniz aydın gəlir Subra xanım. Biz başlaya bilərik. Deməli, səsləri bağlayaq, zəhmət olmasa, səslər açılmasın. Əgər suallarınız falan olarsa, sonda yazarsınız. Bir də təlimimiz üzürlü səbəblərdən biraz gecikdi, üzürlü sayın və ona görə belə bir şey etdim ki, mən iki təlimin mövzusunu birləşdirib bu gün danışacağam və bu təlimdən artıq yekunlaşdırırıq, sağollaşırıq. Ona görə də nə suallarınız varsa, bu gün hamısını yazın təlimdə. Çünki təlimdən sonra baxa bilmirəm, mesaj çoxluğundan ola bilər ki, mesajınız alta düşsün və ya görünməsin sualınız. Təlimlə də maraqlansanız, reklam təlimi, SMM təlimi fərqi yoxdur. Yenə deyirəm, yaza bilərsiniz nömrəyə, gec cavablansın, üzürlü sayın. Belə, yəni suallarınızı qeyd edin. Öncədən bildirdim ki, bunu birdən gözləyərsiniz. Suallarınızı qeyd edin, çünki bugün sonuncu təlimimizdir və növbəti dəfəyə artıq təlim olmayacaq. Bütün suallarınızı bugün cavablayım. İstəyirəm ekranı paylaşım. Deməli, bugün daha çox kontentdən danışacağıq, sonra storytellingdən danışacağıq, ümumiyyətlə kontent planından danışacağıq. Gəlin elə başlayaq. Ümumiyyətlə kontent planından, aylıq kontent planı necə qurulmalıdır, nələr olmalıdır? Ümumiyyətlə aylıq kontent planda həm məlumat postlarımız olmalıdır, həm satış postları olmalıdır, həm əyləncəyə yer ayrılmalıdır, həm ritim olmalıdır, UGC və özəl günlər. Bu indi sektordan sektora dəyişilir. Məsələn, elə sektor olar ki, bunun hər birini istifadə etməyə ehtiyac olmaz. Məsələn, elə sektorlar var ki, amma bunları istifadə etməlisiniz. Amma belə bir şey deyim ki, buradan sadəcə birini seçib onun üzərindən getsəniz, çox da faydası olmayacaq. Əgər siz səhifədən gəlir əldə etmək istəyirsiniz, əgər məqsədiniz səhifədən gəlir əldə etməkdirsə, əgər ekspertsinizsə, təbii ki, məhsul satışınızsa, mütləq satış postunuz olmalıdır. Və sadəcə satış postundan istifadə etsəz, insanlara heç bir fayda verməsəz, heç bir məlumat postları paylaşmasaz, artıq onlar sizdən almaq istəməyəcəklər. Yəni, daim satış postları gördükdə biraz insanlar, belə deyim, yorulurlar və oradan almaq istəmirlər. Gəlin baxaq, ritim nədir? Burada qeyd etmişəm. Real time marketingdir. Məsələn, real time marketing nədir? Hal-hazırda gündəmdə olan mövzularla bağlı markaların yaratdığı bir marketing formasıdır. Məsələn, yəqin eşitdiniz, Gorilla marketing var. Daha sonra hal-hazırda günümüzdə gündəmdə olan mövzu nədir? Onunla bağlı siz öz sahənizə uyğun belə deyim, kontent yaradırsınız. Əgər təbii ki, sizin sahəyə uyğundursa, sektora uyğundursa. Elə bir sektor var ki, həmin sektora real time marketing mövzusu uyğun deyil. Təbii ki, o götürüb həmin səhifəsində bu marketing növünü istifadə eləyə bilməz. UGC-ni yəqin bilmirəm, eşitmisiniz bəlkə də. Nədir? İzləyici tərəfindən kontentin yaradılmasıdır. Məsələn, görmüsünüz, bəlkə unpacking eləyirlər, əməkdaşlıq eləyirlər. Bunlara UGC deyilir daha çox. Bu da niyə görədir? Məsələn, potensial müştərilərimizə təsir etmək üçündür, marka sədaqəti yaratmaq üçündür, güclü kommunikasiya əlaqələri yarada bilərik və fərqli marka yanaşmasıdır. Və hal-hazırda bu TikTokda daha çox populyardır. Kiçik influencerlardır, daha çox mikro influencerlar, onlara daha çox belə əməkdaşlıq təklifləri gəlir ki, unpackingdir və ya onları hər hansı bir markanın müqavilə bağlayırlar, əməkdaşlıq eləyirlər və daha çox populyar olan kontent növlərindən biridir. Deyim ki, bütün sektorlara uyğundur, yox. Təbii ki, daha çox məhsul satılan sahələr istifadə etsə yaxşı olar. Sonra gəlirik özəl günlərə. Özəl günlərimiz nədir? Məsələn, 8 martdır, Dünya Qəhvə günü ola bilər, daha sonra Gənclər günü ola bilər,
Bunlar hamısı özəl günlərdir. 31 dekabr ola bilər, Novruz bayramı. Bunlar hamısı özəl günlər sayılır. Həmin günlərdə biz nə edirik? Xidmətimizə uyğun endirimlər eləyə bilərik, kampaniyalar eləyə bilərik, özəl postlar hazırlaya bilərik. Yəni şərt deyil mütləq endirim eləyəsiniz. Endirimlə bərabər, yəni satış postu adlanır özəl gündən. Satış postunu birləşdiririk. Bu formada da eləyə bilərik kontentimizi. Daha çox sadəcə kontentimiz olaraq özəl günlər. Məsələn, biz kontent planladıqda agentlikdə həmişə özəl günləri boş buraxırıq. Baxırıq, məsələn, aylıq eləyiriksə kontent planı, iyun ayıdır. İyun ayında hansı özəl günlər var? Məsələn, müstəqillik günü ola bilər, dirçəliş günü, fərqi yoxdur. Yəni iyunun 1-i uşaqlar günüdür. Bu günləri boş buraxırıq. Yəni bu günlərdə heç bir kontent planlamırıq ki, həmin günlərə özəl günlərin postlarını hazırlayıb paylaşırıq. Əgər həmin günə uyğun bir endirim postu ideyası gəlibsə, ideya olaraq uyğundursa həmin gün üçün endirim kampaniya postu da paylaşa bilərik və çox yaxşıdır. Daha sonra postun vizualına nələrə diqqət etmək lazımdır? Daha çox ən önəmlisi şəklin keyfiyyətli olması mütləqdir. Əgər siz çəkib telefonla belə qoyursunuzsa postları və ya özünüz hazırlayırsınızsa, orada mütləq şəklin keyfiyyətinə diqqət etməlisiniz. Ölçü olaraq da Instagramda postun ölçüsü 1080-i 1080-dir. Bizim ideya ilə üst-üstə düşdüyünə, təbii ki, bəzən görürük ki, post var, amma ideya olaraq, mətn olaraq tamam fərqli bir şeylər yazılıb. Sözlərin hər biri sərgili formada yerləşməlidir və sloqan böyük formada 5 sözdən artıq olmadan istifadə edilməlidir. Məsələn, bir sloqandırsa, sloqanda belə uzun-uzun cümlələrdən istifadə etməyimiz heç də yaxşı deyil. Ola bilər ki, 5 dənə iri bir söz yazaq və altına punktlarla nəsə qeyd eləyək. Əgər biz təlim satırıqsa, orada məsələn qeyd eləməliyiksə, 2-3 dənə belə deyim, punktlarla yaza bilərik. Amma diqqət eləməliyik ki, şəkildə çox sözdən istifadə etməyək və sözlərimiz də ən sonda bildirəcəm bunu, hook başlıqlarından istifadə etmək lazımdır ki, insanların diqqətini çəkək və şəklin keyfiyyəti mütləq şəkildə olmalıdır. Şəkilləri də çalışın ki, iPhone-la çəkilsin, yəni düzdür, keyfiyyətli çəkən telefonlar var. Amma günümüzün reallığı budur ki, daha çoxu iPhone-la çəkildikdə daha gözəl çıxır şəkillər. Amma təbii ki, elə telefonlar da var ki, məsələn, Samsung-da falan da çox qəşəng keyfiyyətli şəkillər çıxır. Aha. Gəlirik Reels ideyasına ki, Reels ideyasını necə formalaşdıra bilərik. Bunu mən istəyirəm ilk olaraq sizdən soruşum. Əgər səhifə işlədən varsa aranızda, ümumiyyətlə reelslər yaradırsınızsa, ideyaları hardan tapırsınız? Yəni istəyərdim belə cavablayaq ki, təlimimiz interaktiv keçsin. Bu gün nəsə az adam var. Cavablaya bilirsinizsə, yəni kimsə səhifə işlədirsə cavablasın. Yoxdursa elə mən danışım, davam edeyim. Aha, gündə həyatda qarşılaşdığım belə şeylər, okey. Daha sonra ümumiyyətlə mən AI əla mən necə eləyirəm? Ümumiyyətlə ilk başladığım vaxtlarda belə, hələ heç təcrübəm olmayan vaxtlarda belə nə edirdim? Rəqibləri analiz eləyirdim. Yəni sırf reels ideyası tapmaq üçün yox, ümumiyyətlə hər hansı bir bizneslə əməkdaşlığa başlayırdımsa, günü bu gün də elədi təbii ki o. Hər hansı bir bizneslə əməkdaşlığa başlayan zaman ilk olaraq brief alıram və brief zamanı həmin məhsulun və ya xidmətin birinci rəqiblərini araşdırıram. Rəqiblərini araşdırdıqca istər-istəməz qarşıma ideyalar çıxırdı. Onların paylaşdığı kontentlər çıxırdı və istər-istəməz insanda hər hansı bir fikir oyanır və həmin fikirləri mən o dəqiqə gəlib yazırdım. Əgər nəsə ağlıma bir şey gəlsə, yanımda dəftər yoxdursa, telefona yazırdım notlar hissəsinə ki, onda daha yaxşı insanın yadında qalır. Öz sahəmizə uyğun xarici səhifələri izləmək
Bu da ideal fikirdir. Qarşılıqlı formada Reels TikTok keşfet araşdırması, TikToka baxırıq, Instagramın Reelsinə baxırıq. Azərbaycan bazarında rəqibləri analiz edərək ən önəmlisi, ən yaxşısı budur. Azərbaycan bazarı ola bilər, xarici bazar ola bilər. Mütləq xarici bazarlardan da biz ideya almalıyıq. Məsələn, türklər hal-hazırda bu işləri çox yaxşı görürlər. Onların çox yaxşı ideyaları var. Çox yaxşı səhifələr aparırlar. Türkləri araşdıra bilərsiniz. Qazaxıstanda mən görmüşəm bir-iki səhifə orada. Məsələn, Reels ideyalarına baxdıqda çəkmək istədiyim Reels ideyalar çox yaxşıdır. Mobil qraflar falan çox yaxşı səhifə apara bilirlər. Gəlirik Reels çəkilişinə hazırlıq. Düşünün ki, bir Reels çəkməlisiniz. Onun üçün nə etməliyik? İlk olaraq mövzumuzu təyin etməliyik. Daha sonra örnək videolara baxmalıyıq. Həmin videoların listəsini yazmalıyıq. Ola bilər ki, linklərin formasını götürürük. Link formasında notlar hissəsinə yazırıq. Ola bilər ki, fərqi yoxdur. Reelsləri götürürük, saxlaya bilərik. Yəni kaydət hissəsində Instagramda saxlaya bilərik və s. İlk olaraq mövzumuzu dəqiqləşdiririk. Daha sonra həftə ərzində trend olan səs və videoları seyv edirik ki, çox insan burada problem çəkir ki, hansı səsdən istifadə edeyim, hansı videolardan istifadə edeyim, hansı videoları seyv edeyim. İstədiyiniz videonu, yəni ağlınızda əgər bir ideya varsa, həmin ideyaya uyğun mahnıları seyv edirsiniz, trend səsləri. Daha sonra çəkmək istədiyiniz mövzularla musiqilərin uyğunluğunu. Ola bilər ki, siz mövzunu seçmisiniz və hər hansı bir səsi də qayda eləmisiniz. Amma o səslə mövzu üst-üstə düşmür. Bu zaman nə edirik biz? Bu zaman çalışmalıyıq ki, fərqli-fərqli, daha çoxlu musiqilər götürək, onları saxlayaq save hissəsində və çalışmalıyıq ki, mövzuyla musiqi üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, balans yaranmırsa, o insanların diqqətini çəkmir qətiyyən. Çəkiliş üçün dəyişdirəcəyiniz kombinləri öncədən müəyyənləşdirin. Bu çox önəmlidir. Əgər siz danışıq videosu çəkirsinizsə, yəni bu düzdür, sektordan sektora fərqli asılı dəyişir. Çəkiliş üçün kombinlər. Əgər biz danışıq videosu çəkiriksə və 2-3 videodan artıq video çəkiriksə, çalışmalıyıq ki, orada kombin dəyişikliyi eləyək. Bu zaman kombinlərimizi rənglərinə kimi hər bir şeyi taxdığımız aksesuara kimi dəqiqləşdirməliyik. Çəkiliş məkanının müəyyənləşdirilməsi. Mən məsləhət görərdim ki, çəkiliş məkanı seçirsinizsə, hər hansı bir kafe shop seçirsinizsə, arxası, yəni arxa fon ağ rəngdə olsun ki, sizin dayanacağınız yer ağ, səliqəli bir, yəni qarışıq, ola bilər ki, hər hansı bir yerə gedirsiniz, restoran ola bilər, daha çox restoranlarda tünd rənglərdən falan istifadə edirlər, yox qətiyyən, çünki o boğulur, yəni səhifədə çox da yaxşı görünmür. Ola bilər ağ olsun arxa fonu, boz ola bilər, daha sonra bir rəngdən istifadə edilə bilər, estetik görünüş ola bilər, çox yaxşıdır. Yəni arxa fonu mütləq şəkildə baxın, yəni öncədən getdiyiniz məkanı araşdırın. Ola bilər ki, studiya seçirsiniz. Studiya seçimində də mütləq arxa fonları soruşun ki, neçə dənə arxa planınız var sizin, neçə dənə fonda biz çəkiliş eləyəcəyik. Mütləq şəkildə elə studiya var ki, cəmi sizə bir arxa fon verir. Bu zaman sıxıcı olur əgər siz kombin falan dəyişəcəksinizsə. Çalışın ki, özünüz belə fərqli arxa fonlarda videolar çəkdirəsiniz. Şərt deyil çəkiliş üçün mütləq hər hansı bir məkana getmək. Siz bunu ev şəraitində də eləyə bilərsiniz. Bu zaman nə edirsiniz? CapCut'da Reels belə deyim, montaj eləyərkən arxa fonunu dəyişdirə bilərsiniz. Pinterestdən arxa plan, background götürə bilərsiniz və onu videonun arxa planına yerləşdirə bilərsiniz. Bu zamanda, yəni çox qəşəng estetik videolarda ortaya çıxır. Storytelling haqqında danışaq. Ümumiyyətlə storytelling barədə eşidən varmı aranızda? Yəni bilirsinizmi ümumiyyətlə storytelling nədir? Biz bunu niyə eləyirik? Necə eləyirik? Hər hansı bir məlumatınız varmı? Aha, bəli, ola bilər. Daha sonra
Başqa fikir olan var? Ya danışmaq istəmirsiniz? Tamam. O zaman gəl mən danışım. Deməli, ümumiyyətlə storytelling nədir? Storytelling özü hekayələşdirmə deməkdir. Reelsli storytellingdə, yəni reelsdə hekayələşdirmə. Ola bilər hər hansı bir mövzunu, ola bilər hekayəni reels formasında anlatmaqdır. Və storytelling, adi biz deyirik, hekayələşdirmə story bölməsində də çox aktual. Elə insan tanıyıram ki, mən sadəcə satışlarını story üzərindən aparır. Bu da niyə görə olur? Hekayələşdirməni düzgün qurur. Öz həyatı haqqında danışa bilər, sonra nəticəni insanlara göstərə bilər. Hər hansı bir pasientdirsə, əgər həkimdirsə, psixoloqdursa, koçdursa, hər hansı bir pasient haqqında danışa bilər, təbii ki, gizliliyi qorumaq şərti ilə. Pasient haqqında əvvəl nöqtəsi, sonrakı B nöqtəsi. Əgər yenə deyirəm, özü bir xidmət satırsa, özü ekspertdirsə, öz həyatı haqqında danışa bilər. Niyə görə bunu seçdi? Bu işi seçdikdən sonra həyatında nələr dəyişdi? Sizə niyə görə məsləhət görür? Siz niyə görə öyrənməlisiniz və s. Bu formada storytelling eləyə bilərik və storytelling nədir? Niyə görədir? İnsanda, izləyicidə ümumiyyətlə maraq yaradır, empatiya qurduran, yadda qalan və hərəkətə keçirən formuldur. Niyə görə insanlar hərəkətə keçir? Siz ilk olaraq hekayədə özünüzün yaşadığınız problemlərdən danışırsınız və ya sizə gələn hər hansı bir müştərinin yaşadığı problemdən danışırsınız. O problemi necə həll etdiniz? Bu işiniz sayəsində ondan danışırsınız və nəticə. Nəticədə isə burada çox önəmlidir ki, insanlara hərəkətə keçirən nəsə sözlər danışırsınız. Yəni call to action verəsiniz ki, bu insanları hərəkətə keçirsin, sizdən həmin məhsulu və ya xidməti almaq istəsinlər. Empatiyada niyə qurduruq? Məsələn, mənim həyatımda yaşadığım, ilk vaxtlarda yaşadığım çətinliyi indi SMM-ə başlayanların çoxsu yaşayır və mən bunu öz yaşadığım problemləri danışaraq indiki insanlarda empatiya qurdururam. Birinci maraq oyanır, ikinci empatiya qurulur, daha sonra yadda qalır. Niyə görə? İnsanlar özünün ağrıları, yəni özünün problemləri tanış gəldikdə kimdəsə ona daha çox maraq yaradırlar. Yəni ona daha çox yönəlirlər ki, hə, görsən daha isti gəlir, mənim yaşadığım problemi yaşayır düşüncəsində olurlar. Ona görə də insanlarla empatiya qurur və hərəkətə keçirir. Hərəkətə keçirən formulda indi danışacağam ki, call to actionları necə verməliyik, hansı yollarla. Storytellingin yaratmanın yolları hansılardır? İlk olaraq kütlənin problemini bildiririk. Məsələn, arıqlaya bilmirsiniz, bu problemdir. Daha çox qazanmaq istəyirsiniz, bu bir problemdir. Və ya qazanmağın əsas yollarını bilmirsiniz, necə çox qazanacağam, onun yollarını bilmirsiniz, bu problemdir. SMM sayəsində başlayanda bu çətinlikləriniz var, bu bir problemdir. Həkim üçün desək, məsələn, diş ağrısından əziyyət çəkirsiniz, bu bir problemdir. Nə psixoloqdur, belə deyim, stressdən əziyyət çəkirsiniz, bu da bir problemdir. Bunlar hamısı kütlənin problemləridir. Daha sonra feedbacklərdən yola çıxa bilərik. Məsələn, mənim tələbəm filan kəs bu problemi yaşayırdı və onun mənə mənim xidmətimdən sonra verdiyi feedback, yəni geri dönüş. Ola bilər feedback yazmayım, başqa bir şey. Əgər sizin heç bir necə deyim, nəticəniz yoxdursa, feedbackiniz yoxdursa, başqa bir şeylər yaza bilərsiniz. Yəni bu problem deyil sizin üçün. Faydalı olmaq istədiyiniz cümlələrdən istifadə edirik. Göstərir və izah edərək. Məsələn, mənim problemim budur, bunu bu formada aradan qaldırdım. Onun mətn olaraq formasında danışa bilərik, göstərib izah edə bilərik. Dəftərin üzərində şəkil və ya video çəkərək, yazılar yazaraq göstərə bilərik. Danışaraq video çəkə bilərik. Məsələn, otururuq, buna danışan baş videolar deyilir daha çox ki, problemi belə çəkirik və bunu artıq hal-hazırda təbii yolunu eləyirlər və çox da qəşəng diqqət çəkir. Ona görə insanlar artıq təbiiliyə üstünlük verirlər və daha çox yaxşı olar ki, siz də bu üsulla gedəsiniz və qarmaq başlıqlardan istifadə edərək. Ən sonunda da call to actionlar. Necə eləyirik? Kütlənin problemi, gəlin bir ümumiyyətlə storytelling yaradaq. Məsələn,
arıqlaya bilmirsiniz və ya kökəlməkdən əziyyət çəkirsiniz. Feedback varsa feedback qoya bilərik. Pasiyentimizin şəkli varsa əvvəl sonra şəkillərini qoya bilərik. Faydalı olmaq istədiyimiz cümlələrdən istifadə edirik. Məsələn ki, mənim pasiyentim Zeynəb bu mənə müraciət etdikdə nə bilim 105 kilo idi. Artıq mən onunla bu etaplardan keçərək düzgün qidalanma tərtib edərək onu 80 kiloya kimi endirmişik. Belə bir şeylər ola bilər. Və danışırıq. Bunu video halında da çəkə bilərik. Bunu sadəcə şəkli qoyub arxa fonda da danışa bilərik. Yəni üzümüzü göstərmək istəmiriksə qarmaq başlıqlardan istifadə edirik. Bu da ilk birinci problemə qayıdır ki, kütlənin problemi nədirsə, onu qarmaq başlığı olaraq istifadə edirik. Sonra gəlirik, bu qarmaq başlıq nədir? Hook başlığı ümumiyyətlə nədir? Buna türklər kanca başlıq deyilir. Bu nələrdir? Əldə etmək istənilən nəticə plus say, tövsiyə, satış rekordu qırdıran 5 yol. Məsələn, bu mənim əldə etmək istədiyim nəticədir. Satış rekordu mənim istədiyim nəticədir. Ona bir say verirəm, 5 yol və tövsiyə. Onun üçün hər hansı bir tövsiyə qururam. Mən məsələn bu 5 üsulu istifadə etdikdən sonra satışlarım 2 qat artdı. Baxın bunlar. Bu artıq hook başlıqlardır. Səbəb plus tövsiyə cümlələrindən istifadə edə bilərik. Niyə çox hashtag istifadə etmək tövsiyə olunmur? Bu səbəbdir. Niyə görə tövsiyə olunmur? Sonra görürük səbəbini deyirik ki, məsələn, artıq hal-hazırda hashtaglərdən istifadə olunmur. Çünki hashtaglərin Instagramda rolu çox da böyük deyil. Onlar öz rolunu artıq qeyd etməyə, bəyənməyə, yorum yazmağa ötürüblər. Ona görə də artıq hashtagdən istifadə etmək çox da yararlı üsul deyil. Bu bizim digər hook başlığımızdır ki, bunu mən artıq açıqlama etdim. Necə, hansı yolla plus arzu, tələb, istək formasında, məsələn, markanızı sosial mediada qısa zamanda necə böyüdə bilərsiniz və ya böyüdərsiniz? Necə sualı veririk birinci insanlara, ikinci onun hansı yolla həll olunmasını göstəririk və onların plus arzu, tələb, istəklərinə cavab verməliyik. Markanızı sosial mediada qısa zamanda necə böyüdə bilərik? Bu 5 üsulu eləyərək qısa zamanda daha çox sosial mediada böyüyə bilərsiniz, daha çox kontent yaradaraq böyüyə bilərik, düzgün trendlərdən istifadə edərək səhifəmizi böyüdə bilərik, daha sonra giveaway panel falan qətiyyən olmaz, bunu bilirik, bir mənalıdır bu. Daha sonra və s. bu kimi insanlara həll yolları göstərərək onları storytellingdə saxlaya bilərik. Hədəf kütlənin problemini plus onu necə həll eləyə bilər göstərməliyik. Reelslər hədəf kütləyə göstərmək üçün nələr üçün etməli olduqlarımız, məsələn, reelsləri hədəf kütləmizə necə göstərə bilərik? Təbii ki, ilk olaraq biz hədəf kütləmizə uyğun reelslər çəkirik ki, onların diqqətini çəksin. Daha sonra isə biz keşfətə düşməyin yollarından istifadə edirik və bu birinci hədəf kütlənin problemidir. Onu necə həll etməli olduqlarını da göstərməliyik. Sonda call to action göstərməliyik. Bu arada məndə call to action nümunələri var. Onu mən sizə hədiyyə olaraq göndərəcəm ki, həmin call to actionlardan istifadə eləyəsiniz. Əminəm ki, sizin belə deyim də işinizdə, səhifənizi idarə etdikdə çox yararlı olacaq və çox faydalı olacaq. Özüm də onlardan istifadə edirəm, etmişəm də və həmin call to actionlardan istifadə edə bilərik. Əlavədən mən sizə danışmaq istəyirəm ki, süni intellektdən, ümumiyyətlə süni intellekti platformalarını bilirsinizmi, hansılar? Yəni bu bonus olaraq kiçik bir 5 dəqiqəlik danışmaq istədiyim mövzudur. Ümumiyyətlə siz süni intellektdən istifadə edirsinizmi? Birinci sualım budur. İstifadə edirsinizsə hansı platformadan daha çox istifadə edirsiniz? Bu mənim sizə sualımdır. Paylaşmayı durdurun, PDF-i göndərəcəm. Əlavə olaraq da mən sizə call to actionlar göndərəcəm. Deməli, istifadə edirsinizmi süni intellektdən və hansı alətindən istifadə edirsiniz? Katalog, Gemini. Daha sonra OpenChat. Başqa
Daha çox ChatGPT-dən, Gemini-dən falan istifadə olunur. Okey, zaten mən belə deyim də, mən süni intellektin bütün proqramlarından istifadə edirəm. Bir platformaya yazmıram, bir neçə platformaya yazıb ümumi ortaq məxrəci çıxarıram və ona da öz fikirlərimi qatıram. Yəni süni intellektdən istifadə etmək o demək deyil ki, mən deyirəm ki, məsələn, SMM üçün bir mətin Telefonu dondu. falan bunlarla belə deyim, beynimi yorduğum üçün hələ ki süni intellektə vaxt ayırmamışam. Amma süni intellekti öz işim üçün öyrənmişəm. Ən azından prompt yazıb ondan nəsə götürməyi öyrənmişəm və daha çox ChatGPT-dən, Gemini-dən və Cloud-dan istifadə edirəm. ChatGPT-dən mətnlərin yazılması hal-hazırda çox gözəl şəkillər hazırlayır ChatGPT. Düzgün promptu versəniz çox qəşəng postlar hazırlayır. Gemini-ın post hazırlamasını çox da sevmirəm. Cloud-dan da PDF-lər falan hazırlamaq üçün istifadə edirəm. O da nadir hallarda istifadə edirəm. Daha çox özüm yaradıram Canva-da. Bu arada Instagramın özünün süni intellekti var. Daha sonra mən Facebookda, yəni Ads Manager-də reklamlar qoyarkən süni intellektdən istifadə edirəm. Yəni bir neçə məqsəd üçün istifadə edirəm. Hal-hazırda daha növbəti işimin, yəni növbəti dönəmlərində bunu daha peşəkar hala gətirməyi düşünürəm təbii ki. Çünki mütləq lazımdır. O dilləri süni intellekt işimizi əlimizdən alacaq. Xeyr, işimizi qətiyyən əlimizdən almayacaq. Amma süni intellekti bilən mütəxəssis hər yerdə lazımdır və hər yerdə də ehtiyacı var elə bir mütəxəssisə. Ona görə də çalışın, əgər bu sahədəsinizsə, fərqi yoxdur hansı sahədəsinizsə, süni intellekti öyrənin. Əgər SMM-dəsinizsə, SMM-i öyrənin, sonra süni intellekti öyrənin. Çünki birini bilib, birini bilməyəndə qarışıqlıq yaranır. Belə, süni intellektə düzgün prompt verməyi bacarmalıyıq ilk olaraq. Məsələn, belə deyim, bir post hazırlamaq istəyirsiniz. O postu hazırlamaq üçün düşünün ki, iPhone belə deyim, satılır və iPhone satılan səhifə üçün bir post hazırlamalısınız. Siz ora nə yazarsınız? Mənə iPhone satılan səhifə üçün bir dənə post hazırla. Xeyr, belə yazmırıq. Mənə 10 illik qrafik dizayner kimi bacarıqları olan biri kimi iPhone məhsulları satılan mağaza üçün filan rəngdə, filan şriftdə yazıları olan, məsələn, tutalım Poppins şrifti olsun, rəngi mavi olsun, qara qarışıq olsun, belə bir şeylər yaza bilərik. Daha sonra ölçüsü 1080'in 1080 olsun, Instagram ölçüsünə uyğun. Başlıq olaraq bu yazılsın, nə bilim, kiçik mətn olaraq əlavə alt mətn olaraq bunlar yazılsın. Çoxlu yazıdan istifadə edilməsin, nömrə yazılsın, əlaqə və ya fərqi yoxdur. Bunları yazırıq və detallı promptu yazılıb göndərdik. Elə bilin ki, siz öz beyninizdə qurursunuz post hazırlamağı, onu hazır formada yazılı şəkildə onu atırsınız, sadəcə şəkli verir sizə. Yəni, o demək deyil ki, süni intellektdə nəsə yazdım, o mənə hazır rahat verəcək. Xeyr. Süni intellektdən istifadə etmək üçün ən əsas promptları bilməliyik və promptu necə yazmalıyıq, onu bilməliyik. Belə, mənim danışacaqlarım bu qədər idi bugünlük. Ümid edirəm ki, faydalı və yararlı oldu. Qoşulan hər bir kəsə təşəkkürümü bildirirəm. Nə suallarınız varsa, buyurun verin. Çünki bu son dərsimiz olacaq. Sualları istəyirəm ki, bugün cavablayım. Bugünkü dərsimizlə bağlı ola bilər. Daha sonra fərqi yoxdur, ümumiyyətlə bu sahə üzrə. Bəli, çox sağ olun. Mən təşəkkür edirəm. İnşallah növbəti təlimlərdə görüşərik. Suallarınız yoxdur yəqin ki. Yoxsa yazırsınız hələ. Suallarınız varsa buyruğu verə bilərsiniz. Mən təşəkkür edirəm hər bir kəsə qoşulduğunuz üçün. Mən təşəkkür edirəm. Aysun xanım, çox sağ olun. Növbəti təlimlər nə zaman olacaq? İnşallah dəqiq bilmirəm. Yay aylarda artıq təlimə zaman ayıra bilmirəm. Yəni
İnanmıram. Amma olsa inşallah danışarıq, xəbər eləyərik və əgər istəyirsinizsə hansı mövzuları daha çox istəyirsiniz? E, Ümumiyyətlə bu sayədə hansı mövzular daha çox maraqlıdır sizə? Özüm sosial media marketinq, rəqəmsal marketoloq kimi çalışıram hal-hazırda. Həm freelance, həm agentlikdə, həmçinin də təlimçiyəm. Bu sahəni öyrədirəm. SMM-i öyrədirəm, reklam dərslərini öyrədirəm. Belə. Mən bundan əvvəl daha çox təlimlərim olurdu bu arada. Düşünün ki, bir ay ərzində hər həftənin bazar günlərində təlimlərim olurdu. Artıq təlimləri çox keçmirəm. Ona görə biraz uzaqlaşmışam. Sırf kurs keçirəm. Yəni belə deyim də, yəni ödənişsiz həftədə bir dəfə olan təlimləri çox da keçməyə zamanım olmur. Marketinq və rəqəmsal eynidir, yoxsa ayrı? Rəqəmsal marketinqin bir hissəsidir. Bunu ilk dərsimizdə keçmişdik. Marketinq ümumidir. Tərifini də vermişdim. İki növü var idi, ənənəvi və rəqəmsal. Mən onun rəqəmsal hissəsindəyim. Ənənəvi isə daha çox televiziya, radio, qəzet, jurnal, baxın bunlardır. Mən amma rəqəmsal hissəsindəyəm. Və SMM də rəqəmsalın bir hissəsidir. Baxın belə, yəni sırf SMM-i bilmək, rəqəmsalı bilmək demək deyil. Çünki rəqəmsalın neçə qolu var. Mən artıq o rəqəmsalın bütün qollarını öyrənmişəm. Sırf rəqəmsal marketinq üzrə. SMM dünyasında ən çox reklam əsaslıdır. Təbii ki, mütləq. Reklamı bilməlisiniz. SMM olmaq istəyirsinizsə reklamı bilməlisiniz. Ən azından Instagramdan, Ads Manager'dan reklam verməyi bacarmalısınız. Mütləq. Yoxsa çox çətin olur. Yəni özünüz üçün belə çox çətin olur. Mən ümumiyyətlə SMM sahəsində necə başlamışdım? Kontentlə başlamışam. Nəyini təşkil edir? SWOT analizi marketinqdədir. Ümumiyyətlə marketinq eləyiriksə, marketinqdə isə SWOT analizi olmalıdır. İstər ənənəvi cəhətdən, istər rəqəmsal cəhətdən, yəni bir biznesi, məhsulu və ya eksperti SWOT analiz eləyirik, zəif güclü tərəflərini, imkanlarını, təhlükələrini mütləq şəkildə. Və bu SWOT analizi bu təlimdə keçirilmədi. Çünki geniş, yəni bildiyimiz kiçik bir şey deyil də, genişdir. Geniş bir mövzudur. Ona görə SMM təlimində keçirilir. Daha sonra mən bu işə kontentlə başlamışdım. Kontent sahəsini öyrənərək. Daha sonra keçdim reklamın dərslərinə. Sonra ümumi onun bütün dərslərini aldım. SMM-i, yəni kontentdən tutmuş hər bir şeyi. Daha sonra isə keçdim sırf rəqəmsal hissəsinə. Bilirəm, çünki sizdən əvvəl o təlimi keçib bilmişəm. Əla. Yalnız paylaşım etməklə necə hədəf kütləsi yığmaq olar? Yalnız paylaşım etməklə əsas siz kontenti bilməlisiniz ki, necə paylaşımlar eləyim. Yəni sadəcə çəkdim, paylaşdım olmamalıdır. Onu detallı şəkildə insanlara fayda qatmağı bacarmalısınız. Mən bunu çəkib paylaşıram. Mənim məqsədim nədir? İlk olaraq məqsəd olmalıdır. Strategiya qurmalısınız. Yəni bu gün məlumat verəcəm. Sabah trend çəkəcəm. Növbəti gün satış postu paylaşacağam. Bu formada postlarınızı planlamalısınız. SMM kimi işləyirəm. Amma üz göstərmir. Üz göstərmirsinizsə, çəkdiyiniz videoları, harasa gedirsinizsə, bir kafe şopa gedirsinizsə, orada video çəkirsiniz, onu portfolyo kimi paylaşırsınız. Yəni öz əl işləriniz kimi. Getdiyiniz ad günlərindən, demirəm kimsə çəkin, paylaşın. Dekorlar varsa dekorları çəkin, ümumidən video paylaşın. Daha sonra hər bir şeydə, yəni hara gedirsə bir mənzərə götürün, çəkin, paylaşın. Bu sizin artıq portfolyonuz olacaq. Yəni üzünüzü göstərmədən belə maraqlı videolar çəkib paylaşa bilərsiniz. İzah edən videolar paylaşa bilərsiniz. Arxa fonda işlədiyiniz məkanı çəkib paylaşa bilərsiniz. Notebook'unuzu açan hissədə, yazı yazdığınız hissədə, dəftərə nəsə yazdığınız hissədə. Baxın, bu formada videolar çəkib paylaşa bilərsiniz. Mən məlumatlar fərqli görmüşdüm, sayılar falan etmək istəyirəm. Necə bir proqram? Canva. Ən yaxşı proqram Canva-dır. Amma marketing falan deyildi, nəsə reklamla özümlə fərqli təbiət, rəsm, özümə üçün şeylər, kitablar oxudum. Okey. Canva proqramından istifadə edə bilərsiniz. C-la yazılır, Canva yazılır. Onu ödənişli formasını götürürsünüz. İllik hardasa 10 azin civarı olmalıdır. Yəni daha yaxşı postlar falan hazırlamaq üçün. Peşəkar dizaynerliyi bacarıqları deyil o. İlk olaraq ondan başlaya bilərsiniz.
Onu öyrənə bilərsiniz. Yəni Canva-nı öyrənə bilərsiniz. Əslində elə də çətin deyil. Yəni mən özüm 2 dərs öyrədirəm onu və 2 dərsdən sonra tələbələr həqiqətən sərbəst şəkildə postlar falan hazırlayır. Yəni o bildiyiniz dərəcədə çətin deyil. Hər bir şey şriftlərdir, şəkillərdir. Ona necə belə deyim, orada prompt belə var, onun süni intellekt hissəsi belə var. Prompt yazırsınız, özü sizə şəkil verir. Düzdür, çox da istifadə etmirəm, amma çalışıram daha çox. Şablonlar var, şablonlar üzərində hazırlaya bilərsiniz və s. Özünüz sıfırdan da hazırlaya bilərsiniz bu arada. Belə, son 5 dəqiqəmizi ayıraq sual-cavaba, daha sonra bitirək təlimimizi. Ümid eləyirəm sizin üçün faydalı oldu. Pul versiyasını mən onu etmirəm, pulsuz çətin olur da proqramlarda ödəmirəm. Belə deyim də, illik alırsınız, ömürlük, yəni illik yox, ömürlük alırsınız, nə qədər istəsəz istifadə edirsiniz də, cəmi bir dəfə pul ödəyirsiniz. Bəli, 5 AZN, aha, nə yaxşı, 5 AZN eşitməmişdim əslində. YouTube-da da girib baxa bilərsiniz, Instagramda da paylaşırlar, sırf öyrənə bilərsiniz hər hansı bir mütəxəssisdən. Belə. Başqa kimin sualı var? Əlavə suallarımız var. Günay xanım, buradasınız? Mən artıq təlimi bitirmək istəyirəm. Çox sağ olun bu arada. Hər biriniz vaxt ayırıb qoşuldunuz. Buyurun, soruşa bilərsiniz. Keyfiyyət idarə etmə nə? Anlamadım. Bir də yazın zəhmət olmasa sualı. Olar, bəli. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Keyfiyyət idarə etmə standartı təlimi. Belə bir təlimlər olur. Mən bu təlimlər üzrə bir dəfə qoşulmuşam, beynəlxalq sertifikat qazanmışam. Amma mən bunu davam eləmək istəyirəm. Yəni bir dənə təlim keçib qurtardı olmasın da, bunu irəlilətdirmək istəyirəm. Yəni belə bir təlim keçirilirmi? Xeyr, təəssüf ki, məndə sadəcə marketinqim, yəni başqa deyil. Onun marketinqlə əlaqəsi olmur, o da fərqlidir. Tamam. İdarə etmə tamam başqa bir bacarıqdır, tamam başqa bir təlimdir. Onu daha çox sahibkarlar üçün falan eləyirlər. Hər hansı bir komandanı idarə edən şəxslər üçündür, amma marketinq tamam fərqli. Yəni marketinq komandası üçün belə idarə etmə təlimləri var. Yəni marketinqdə işləyən şəxslər üçün. Amma sırf marketinq təlimçiləri bunu keçmir. Belə, çox sağ olun hər biriniz suallarınız üçün, qoşulduğunuz üçün. Əgər növbəti təlimlərimiz olarsa, o zaman görüşərik. Mən sizə PDF-ləri də göndərəcəm. Sağ olun, gecəniz xeyrə qalsın.
Size koymuş abi. Ben de şey profeyde de. Şeker. Ay şeker. Gel bir tane. PK'yla ki telefonlar ne var ne geldi. Ne yazıyor? Apple'la yemek atı mı? Yok. Mekanına bakmadım. Kime PK'ydı? 5 tane. Güneş yapma. Güneş yapma. Boy belge şaka. Al sözüm. Şaka mı yapıyorsun? Sadece hep yaptı oldu. İsmail mahallede Hemen kendine bakıyor. Göçün canlı yayında bir 200. Ay lan takım var. Erler hep güneşle